Hər vaxtınız xeyir olsun. Kanala abunə olub, videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Belə bir suala baxırıq. Sualda deyir, bərabər tərəfli bir üçbucaq götürürük. Onu da qeyd edim ki, sual 9-cu siniflərə OTK buraxılış imtahanında salınıb. Gəlin bunu adlandıraq. ABC. Bərabər tərəfli üçbucağın bir bucağı 60 dərəcədir. BC tərəfi üzərində D nöqtəsi götürək. Gəlin burada D nöqtəsi götürək. Sonra AD-ni birləşdiririk. Və deyir ki, AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirir. Bura 20 dərəcədirsə, bu bucaq 40 dərəcədir. Axı bir bucaq 60 dərəcə idi. Bu da 60 dərəcədir. Yaxşı, bunu qeyd etməmişdən öncə deyilir ki, burada AD parçası BH hündürlüyü ilə K nöqtəsində kəsişir. Aşağı bir hündürlüyü endirək BH. Burada da K nöqtəsində kəsişdi. AKB bucağını bizdən istəyirlər. Əslində çox asandır. Deməli, AKB bucağını tapmaq üçün, bax bu bucağı istəyirlər bizdən. K-nı bu tərəfdə işarə edim. Aha, təpədən çəkilən median tən bölən hündürlük üst-üstə düşdüyünə görə, deməli bu BH həm hündürlük, həm də tən böləndir. 60 yarı bölünəcək, 30-30. O zaman bizə lazımdır burada AKB bucağı tapmaq üçün biz 180 dərəcədən çıxacağıq. 20 dərəcə ilə 30 dərəcənin cəmini. Cavab olacaq 130 dərəcə. Yəni düzgün cavab B variantıdır.